Baxım, tüpürüm bu sənədlərə də. Hə, bu sənəd mənim servantımda, mənim sandığımda niyə yatıb qalsın? Bu sənəd səbirli başlayıram. Bu sənəd mənim sandığımda niyə yansın qalsın? Psixiatrın verdiyi rəydir. Bu sənəd orijinal sənədlərimdir. Bu sənəd mənim servantımın üstündə. Bu sənəd niyə mənim servantımda yatsın? Niyə mənim lazım deyil? Lazımdır, qardaşım, nəyə lazımdır bu sənə? Niyə lazımdır? 3 ildir lazım olmayan şey, bundan sonra mənim nəyimə lazımdır? Başladım, lazımdır. Baxın, gözəl insanlar, polis sizdən azından vətənin asayiş qoruyucusuyuz. Qulaq asın bir dəqiqə, başladım. Bir dənə fikrimi çatdırımsın, qulaq asında bircə dəqiqə mənə. Çıxsan, baxın, qazinin qarşısında siz çıxsınız buradan azından. Yuxarı komandanıza göstəriş verin ki, bu adamların problemi nədir, yaxınlar belə eləyirlər. Deyə bilmirsiniz bəyəm bunu? Siz çıxsa bizim qabağımızda, başqa bir adam çıxmır axı en azından. Sizi çıxardılar bizim qarşımıza. Siz heç olmasa, siz çıxın bizim. Siz soruşun onlardan ki, deyin bu bədbəxtlər, deyin qardaşım, deyin ki bu bədbəxtlərin, siz bizim yanımızdasınız. Mən sizə deyirəm ki, başa düşdün mənə qorumazsan. Siz heç olmasa yuxarı komandanlarınızdan soruşun ki, deyin ki bizi çıxarmışsınız bura. Bu problemli insanlardır. Bu insanların problemi həll olmursa, biz niyə bunların yanına çıxırıq? Bir şey eləsən burada mənim qolqanat eləyib aparacaq içəri. Eləməyəm deyə qalmışsınız görümdə. Görürsünüz biz danışıram, mən sizdən demişsiniz mənə. Eləsəm götürüb aparacaq içəri en azından. Heç olmasa siz başda dönsün. Mənim gözəl millətdir, başda dönəmsin. Heç olmasa tələb eləyin ki onlardan ki, mən olmayayım, mən cəhənnəmə tüpürüm o sənədlərə, zırım turlayım desin. Heç olmasa yuxarıdan tələb eləyin ki, bu uşaqların problemi nədir en azından bizi çıxarırsınız burada. O həll olmayacaqsa sən mənim qabağıma niyə çıxsan axı burada? O günlərdə girdim içəri, işdən təmin dəyirsin sənin 350 manatlı düşün, sənin baş var. Nəyimə lazımdır? Burada mənə deyir ki, bilmirəm, məşğulluqla bağlı aparıb kanalizasiyadan bizə təcrübə